Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrafil enbiya vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Emme ba'd. Ramazanın 23. gecəsindeyiz qardaşlar. Allah Azze ve Celle'nin izniyle, Uca Allah'tan güzel adlarıyla, uca sıfatlarıyla diləyirəm. Tuttuğumuz orucuları, qıldığımız namazları, ettiğimiz duaları qəbul eyləsin. Allah Azze ve Celle hamımızı dinde sabit eyləsin. Müslüman olarak yaşatsın, mümin olarak huzuruna köçməyi nəsib eyləsin. Bir insana verilen en büyük nimet bu hayatta Allah Azze ve Celle onu İslam'a hidayet etmesidir. Onun qəlbinə İslam nurunu koymasıdır. Allah qorxusunu o insana bəxş eləməsidir. Bunun qədər bu həyatda qiymətli heç bir şey yoxdur, qardaşlar. Həyatda varlı olsaq da, kasıb olsaq da, güclü olsaq da, zəif olsaq da, məşhur olsaq da, məchul olsaq da, sonuç dönüş Allahadır. Kimsə bu dönüşdən qaçışı yoxdur. Heç kimsə öz həyatına belə malik deyil. Nəinki insan həyatına malik deyil, insan aldığı nəfəsə belə malik deyil. Sən nəfəsin belə sahibi deyilsən. Əgər desən, mən öz nəfəsiyim, sahibiyəm, o zaman nəfəsini al, geri vermə, saxla. Görək nə qədər saxlaya biləcəksən. Nəfəsin belə sənin deyil. Nəfəsi belə Allah Teala sənə müvəqqəti verir, alır, verir. Və Allah Teala zamanın gələndə, istədiyi zaman o nəfəsi bir də geri verməyəcək. Kim olursan olaq, sonuç dönüşümüz uca olan Allahadır. Bu həyat, qardaşlar, əməl tarlasıdır. İnsanlar ya xeyirlə məşğul olacaqlar, ya şərlə. Bundan qaçış yoxdur. Allah Quranda buyurur ki, Əfəhəsibitum ənəmə xalaqnəkum əbəsən və ənəkum ileynə lə turcaun. Siz elə güman eləyirsinizmi ki, biz sizi boşu-boşuna yaratdıq. Ye, iç, gəz, tullan, atıl, düş, sonra öl, torpaq ol, get. Allah Teala deyir, biz sizi əbəs üçün yaratmadıq. Boşu-boşuna yaratmadıq. Biz sizi bir məqsəd üzrə yaratdıq. وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ. Mən həm insanları, həm cinləri məni tanımaları üçün, ibadəti mənə sərf eləməyi üçün, məni ibadətdə təkləmələri üçün yaratdım, deyir Allah Teala. Bizim yaradılışımızda məqsəd budur, qardaşlar. Əgər biz ömrümüzü sadəcə yemək, içmək, yatmaq, sonra da ölüb torpaq olmaq ideyası ilə yaşasaq, yaşayan bir inəklə, bir camışla bizim aramızda bir fərq olmaz. Çünki eyni şey onlar da eləyirlər. Lakin Allah Teala Quran-ı Kərimdə buyurur ki, biz insanı kəramətli yaratdıq. İnsan şuurludur, insan ağıllıdır. İnsan dərk eləməlidir ki, boşu-boşuna torpaq olmaq üçün yaradılmayıb. Bu yaradılışın arxasında böyük bir hikmət var. Sən bu həyatda olarkən bu hikməti axtar, bu hikməti tap, bunu başa düş. O zaman qazanacaqsan, Allaha and olsun. Çünki 2 günlük həyatdan sonra, Allahın huzuruna qovuşduqdan sonra gerçəklərin nə olduğunu görəcəksən, amma geri dönmək istəyərkən bir daha fürsətin olmayacaq. Bu İslam neməti, qardaşlar, hər insanın nəsibi deyil. Allah Azze ve Celle kimə verirsə İslamı, kimə özünü tanıdırsa, bu kainatda yaşayan ən xoşbaxt insan odur. Allah Teala baxın Quran-ı Kərimdə nə deyir? Elhamdülillahillezî hedâna lihâzâ ve mâ kunnâ linehtediye levlâ en hedânallah. Muhammed sallallahu aleyhi ve selleme xitab olarak deyir. Bizi İslam'a yönəldən Allaha həmd olsun. Əgər Allah bizi İslam'a yönəltməsəydi, biz İslam'a yönələnlərdən olmazdıq. Allah Teala Quran-ı Kerimdə Duha surəsində Peyğəmbər sallallahu aleyhi ve selleme buyurur. وَوَجَدَكَ ضَالًا فَهَدَى وَوَجَدَكَ عَائِلًا فَأَغْنَى. Ey Muhammed, sən doğrunun nə olduğunu bilmirdin. Allah səni doğru yola gətirdi. Sənin bir tikə yeməyə çörəyin yox idi. Sənə ruzini Allah verdi. Bunların hamısı işarətdir ki, qardaşlar, Allah kimi bu yola gətiribsə, xoşbəxt olan insan odur. Önemli olan bu həyatda
Allah'ı tanıdıktan sonra, Rabb olarak, ilah olarak qəbul etdikdən sonra, tək ibadəti ona sərf elədikdən sonra ölənə kimi bunun üzərində davam etməkdir. Əsas məsələ budur. Allah Quran-ı Kərimdə buyurur ki, ölüm gələnə kimi Rabbinə ibadət et. Ölüm gələnə kimi Allaha ibadəti sərf elə. Biz, əziz qardaşlar, siz düşünün, bir misal deyəcəm, özünüz buna karar verin. Bir gün sənin qabağına ürəyin istədiyi hər şey gətirilir. Meyvəsindən tutmuş, tərəvəzindən tutmuş, əl-əlvən yeməklərinə qədər hər istədiyin qabağına gətirilir. İkinci gün yenə gətirilir. Üçüncü gün yenə gətirilir. Ondan sonra tamamilə yeməksiz, içməksiz, susuz buraxılırsan, ta quruyub ölənə kimi. Bu həyatı mı seçərsiniz? Yoxsa hər gün o yeməklərdən bir hissə gəlir, ömrün sonuna kimi ac qalmadan həyatını sürdürürsən və hər gün yeyirsən. Hansı həyat seçərsiniz? İkinci həyat seçərsiniz. Çünki çox yeyib, sonra quruyub ölməkdən az, sonuna qədər yemək yaxşıdır. Ramazanda ibadətə, imana gəlib, gözəl əməllər eləyib, Ramazan çıxdıqdan sonra Allah yoxdur kimi davranmaq buna bənzəyir. Biz Ramazanda Allahı tanıyıb da, ondan sonra Allah yoxdur kimi, cənnət yoxdur kimi, cəhənnəm yoxdur kimi, Allahın qoyduğu bütün pərdələri yırtaraq yaşayarsaq, ondan sonra quruyub həlak olanlara bənzəyərik. Amma biz Allahı tanımağı unutmadan, namazımızda və dürüstlüyümüzdə, imamımızda davam eləyərsək, ikinci məsələ bənzəyərək. Peyğəmbər sallallahu aleyhi və səlləmin hədis var. İmam-ı Tirmizi Sünən kitabında gətirmişdir. Ummu Sələmə radiyallahu anhədən. Ummu Sələmə radiyallahu anhə deyir ki, Rasulullah sallallahu aleyhi və səlləmin Allahın elçisinin ən çox bu duanı etdiyini eşitdim. Yəni Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləm ən çox bu duanı eləyirdi. Ya muqallibəl qulub, thəbbit qalbi ala dinik. Ey qəlbləri çevirən Rabbim, mənim qəlbimi dində sabit eylə. İnsanın qəlbi, qardaşlar, çox qəribədir. Bir gün yaxşı olur, bir gün pis olur. Bir gün iman artır, bir gün iman azalır. Bir gün savab işləmək istəyir, bir gün günah işləmək istəyir. Davamlı şəkildə insanın ürəyi aşağı-yuxarı döndüyü kimi aşağı-yuxarı qalxıb düşür. Bu ürəyə, bu qəlbə güvənmək yanlışdır. İnsanın sabah nə olacağı bəlli deyil. İnsan halından əmin olmadığı üçün davamlı şəkildə Allaha dua eləyərsə ki, Allah onu dində, imanda saxlasın. Bu dua sayəsində həmən insan dində, imanda qala bilər. Əgər Rasulullah s.ə.v qəlbinin haqq yoldan azmasından qorxurdursa, sən, mən, o, bizim halımız necə olacaq? Əgər İbrahim Peyğəmbər Allaha şərik qoşmaqdan qorxurdursa, sən, mən və başqaları asilik etməməkdən necə əmin ola bilərik? Onun üçün mömin qorxu və ümid içində yaşamalıdır. Biz yanlış yola düşməkdən qorxmalıyıq. Allaha da ümidimiz çox olmalıdır ki, doğru yolda son nəfəsimizə kimi gedəcəyik. Allah bizləri dində sabit eyləsin, qəlbimizi imana açsın və salih əməllərdə hamımızı muvaffaq eyləsin. Uca Allah Azza və Cəllədən diləyirəm, dünyada olan bütün məzlumlara yardım eyləsin, bütün acıların qarnını doydursun. Allah Teala bütün axan qanları durdursun. Allah Teala zalimların əlini qurutsun, gözünü kör eləsin, bayraqlarını aşağı salsın, səhvlərini darmadağın eyləsin. Allah Azza və Cəllə hamımızı müsəlman olaraq yaşasın, müsəlman olaraq huzuruna köçməyi nəsib eləsin. Və sallallahu və səlləm və bərik alə nəbinə Muhammed.